Hər vaxtınız xeyir. Deməli, qəbula düşmüş belə bir sualın izahını vermiş olacağım. Deməli, diqqətlə baxsaq, sualı sürətli formada necə görmək olar yolunu? Diqqətlə baxsaq görərik ki, burada 15 və 3, 12 və 3 bir-birinə bölünən ədədlərdir. Deməli, dairə operatorunun əməli, yəni işi bölmə ilə başlayacaq və yaxud bölmənin özü də ola bilər. Elə biz burada yoxlasaq 15-i 3-ə böləndə 5 eləyir. Əgər bu operator bölmə əməlini verirsə bizə, bu mötərizənin içi bizə 5 vermişdi. Bu 10-u da bu 5-ə böləndə həqiqətən də 2-ni alırıq. Deməli, operatorun işi burada sadəcə bölmədir. Yəni 1 bölünsün 1 elə 1-in özü eləyir. Yəni bu mötərizənin nəticəsi bizə 1 verir. 1-i də buradakı biz 1-ə bölsək, çünki mötərizənin nəticəsi bizə 1 vermişdi. 1-i də 1-ə böldükdə elə 1 alırıq. 4-ü 2-yə böləndə 2, yəni bu nəticə bizə 2 verir. Bu 4-ü də bu 2-yə böləndə bu 2-ni alırıq. Və sualımızın doğru cavabı 6-nı 2-yə böləndə 3, bu 9-u da mötərizənin nəticəsi 3-ə böləndə təbii ki 9 bölü 3 bərabərdir 3. Yəni C variantı olmuş olur.